Martın 10-da Suraxanı rayon icra hakimiyyətinin təşəbbüsü Qaraçuxur Bələdiyyəsində gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyanın və 275 saylı tam orta ümumi təhsil məktəbinin birgə təşkilatçılığı ilə məktəb mühitində psixoloji təhlükəsizliyi adlı tədbir təşkil olunub. 275 saylı tam orta ümumi təhsil məktəbində keçirilən tədbirdə Suraxanı rayon icra hakimiyyəti başçısı yanında məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvləri, bələdiyyə sədrləri, psixoloqlar, eləcə də məktəbin direktoru, müəllim və şagird heyəti iştirak ediblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səslənib. Mövzu ilə bağlı məktəbin direktoru Elnur Hüseynov çıxış edərək məktəbdə psixoloji təhlükəsizliyin əhəmiyyəti haqqında məlumat verib. O, məktəb mühitində psixoloji təhlükəsizliyin təmin olunmasının təhsilin keyfiyyətinə və şagirdlərin şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərdiyini diqqətə çatdırıb. Rayon icra hakimiyyəti başçısının aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdürü Sevinc Ağayeva çıxış edərək məktəbdə şagird-müəllim münasibətlərinə toxunub və bildirib ki, psixoloji cəhətdən sağlam məktəb mühiti yaratmaq müəllimlərin və valideynlərinin birgə məsuliyyətidir. Həmçinin mövzu ilə bağlı Qaraçuxur Bələdiyyəsində gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyanın sədri Mirvari Quliyeva və məktəbin psixoloqu Səmra Bağıyevanın çıxışlarından sonra məktəbin şagirdlərinin təqdimatında səhnəcik və videoçarx nümayiş olunub.